Bismillahirrahmanirrahim. Əmir-əl-Müminin İmam Əli əleyhissalam buyurur, nə çoxdur ibrət, amma ibrət alan azdır. Həqiqətən insan üçün ən gözəl ibrət, ən böyük ibrət insanın öz həyatıdır, insanın yaşayışıdır. Xüsusən də insan dünyaya gəlmək mərhələsinə və dünyadan köçmək mərhələsinə baxsa, heç bir insan dünyaya gələndə ovucunda bir ovuc da olsa torpaqla dünyaya gəlmir. Və eyni zamanda dünyasını dəyişəndə də özü ilə bir ovuc da olsa torpaq aparmır. Amma yaşadığı müddət ərzində torpağa görə görürsən dost-dostla, qardaş-qardaşla, qonşu-qonşu ilə düşmənçilik edir. Və yaxud da ki, insan dünyaya gələndə ovucunda bir qəpik də olsa, yəni pulla dünyaya gəlmir. Və eyni zamanda dünyasını dəyişəndə də insan pulla dünyasını dəyişmir, özü ilə pul aparmır. Nə özü ilə pul gətirmir, nə özü ilə pul aparmır. Amma yaşadığı müddət ərzində pula görə, vara, dövlətə görə qonşu-qonşu ilə, qohum-qohumla, qardaş-qardaşla düşmən. Qurani Kərimin bizi çağırdığı ən gözəl məntiqlərdən də biri, ən gözəl yollardan da biri bizim ibrət almağımızdır. Həşr surəsinin 2-ci ayəsində Allah buyurur, فَأَتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ Ey bəsirət əhli, yəni ey düşünən insan, ey ağıl sahibləri, bəs ibrət alın. Həqiqətən də insan öz həyatına baxsa, insan üçün ən gözəl ibrət insanın həyatıdır.